Sizin vaxtda mən indi necədir? Bizim vaxtda lap çox deyərdilər bunu. Biz dinə gələndə cəmaat buynuz çıxardırdı 90-cı illərdə. Yəni, dəhşətə gəlirdilər ki, bizim bir qohum var, mənə dedi ki, getdim kimi oxşadı nəsə. Bizim nəslimizdə belə adam getdin kimi oxşadın. Cavan adam, cavan oğlan gələsən sən din uyğun deyil axı elə görsənir. Elə görsənir. Qulağı dart uzat, dinəm 1 metr elə. 1 metrə də dart qulağı uzat, xeyri yoxdur, bunlar olacaq. Bilməm, qulağı dartıb o səsi çıxardanda nə olur? Adamlar elə ki, qulağı dartmaqla ölüm adamdan uzaqlaşır. Deyirəm də dartıb nə boyda uzadasan qulağı, bu olacaq. O cürünə yetişən kütlə də sonra nə olur? Dini xütbələr də elə adı başlaysan qoymağa. Deyir ki, Hacı Şahin hamını ağlatdı. Ki, nə var, baxsın zaman.